Xristianların müqəddəs kitablarındakı ziddiyyətli ayələr. Allah qərar verə bilməyib, barı sizlər qərar verin. Allahı görən olub ya yox? Bəzi ayələr deyir görən olub, bəziləri isə görən olmayıb deyirlər. 1-ci Timoteyə 6-cı fəsil 16-cı ayə. Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin. Görə bilməz deyəninki 2-ci ayəni oxuyaq. Yəhya 1-ci fəsil 18-ci ayə. Allahı heç kəs heç vaxt görməyib, amma atanın qucağında olan və Allah olan vahid oğul onu tanıtdı. Ayələrdən aydın olur ki, Allahı heç kim görə bilməz. İndi isə Allahı görərlər və görünən Allah barədə olan ayələri oxuyaq. Yaradılış 32-ci fəsil 30-cu ayə. Yaqub o yerin adını Peniyel qoydu. Çünki demişdi, Allahı üz-üzə gördüm və salamat qaldım. Gördüm deyən 2-ci ayəni oxuyaq. Çıxış 33-cü fəsil 11-ci ayə. Rəbb Musa ilə üz-üzə, dostu ilə söhbət etdiyi kimi danışardı. Sonra Musa düşərgəyə qayıdardı. Lakin onun gənc köməkçisi Nunun oğlu Yeşua çadırı tərk etməzdi. İndi siz qərar verin. Allahı görən olub ya yox? Bu kimi məlumatları bilmək istəyirsənsə, kanala abunə olub bəyənib paylaşmağı unutma.